Euronews telekanalı Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı ilə bağlı sujet yayımlayıb. Video materialda qeyd edilib ki, dövlətimizin başçısı çıxışında Azərbaycanın 10 illərlə davam edən işğaldan, sülh və inkişaf dövrünə də keçdiyi yoldan danışıb. Prezident İlham Əliyev Azərbaycanın suveren ərazisinin təqribən 20%-nin 30 ilə yaxın işğal altında qaldığını, 1 milyon Azərbaycanlının öz yurd yuvasından didərgin salındığını xatırladıb. O da qeyd olunub ki, dövlətimizin başçısı çıxışında 44 günlük vətən müharibəsi zamanı Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdiyini deyib. Sujetdə Prezident İlham Əliyevin Ermənistanla sülh prosesindən danışdığı, tərəflərin ABŞ Prezidenti Donald Trumpın şahidliyi ilə Vaşinqton samitində sülh müqaviləsinin mətnini parafladığını və birgə bəyanat imzaladığı fikrinə diqqət çəkilib. O da qeyd olunub ki, dövlətimizin başçısı sessiya zamanı dünya liderləri ilə bir neçə görüş keçirib, regional əməkdaşlıq, enerji təhlükəsizliyi və qlobal inkişaf məsələlərini müzakirə edib.